3 ilə A-nın cəmi 9-a bərabər olub. Toplanan cəm. Məchul toplananı tapmaq üçün nə etməliyik? Cəmlə, yəni 9-dan məlum toplananı, yəni 3-ü çıxmalıyıq. 9-dan 3 çıxanda qalır 6. B variantı doğru cavabdır. 13 + A bərabərdir 17-yə. A neçəyə bərabərdir? Yenə toplanan cəm. Məchul toplananı tapmaq üçün cəmlə, yəni 17-dən məlum toplananı, yəni 13-ü çıxmalıyıq. 17-dən 13 çıxanda qalır 4. A variantı doğru cavabdır. 2 dəfə eyni rəqəmi toplamışıq, 6-ya bərabər olub. Hansı rəqəmin üstünə özünü gəlsək 6 eləyər? Əlbəttə ki, 3-ün. 3 + 3 eləyər 6. A-nı tapdıq. A 3 imiş. Aparaq yerinə qoyaq. A ilə B-nin cəmi 7 eləyib. Deməli, B-ni tapmaq üçün nə etməliyik? Cəmlə, yəni 7-dən məlum toplananı, yəni 3-ü çıxmalıyıq. B bərabərdir 4-ə. B-ni də tapdıq. Aparaq yerinə qoyaq. Eyni şəkildə C-ni tapmaq üçün nə edəcəyik? Cəmlə, yəni 9-dan məlum toplananı, yəni 4-ü çıxacaq. 9-dan 4 çıxanda qalır 5. Sən demə C 5-ə bərabər imiş. B variantı doğru cavabdır. A-nın üzərinə 5 gəlmişik, 8 eləyib. A-nı tapmaq üçün nə edəcəyik? 8-dən 5-i çıxacaq. 8-dən 5 çıxanda qalır 3. 73 + 5 bərabərdir 78-ə. Cavabımız oldu A variantında. B-nin üzərinə 2 gəlmişik, 6 eləyib. B-ni tapmaq üçün nə etməliyik? 6-dan 2-ni çıxmalıyıq. Bu da bərabərdir 4-ə. A-nı da olduğu kimi aşağı salmışıq, 3-ə bərabər olub. Deməli, A da 3 imiş. A 3-dür, B 4. Aparaq yerinə qoyaq. 33 + 4. 3 ilə 4-ün cəmi eləyir 7. 3 də olduğu kimi aşağı düşür. Cavabımız olur 37. A variantı doğru cavabdır. A ilə A-nın cəmi 8 eləyib. Hansı rəqəmin üzərinə özünü gəlsəm 8 eləyər? Əlbəttə ki, 4-ün. A oldu 4. 44 ilə 4-ün cəmi həqiqətən də 48-ə bərabərdir. Aparaq qoyaq yerinə. B ilə 4-ün cəmi 9 eləyib. B-ni tapmaq üçün 9-dan 4 çıxmalıyam. Bu da bərabər olacaq 5-ə. Həqiqətən də 45 ilə 4-ün cəmi 49 eləyər. B neçə oldu dostlar? 5. Cavabımız oldu B variantında. B ilə A-nın cəmi 7-yə bərabər olub. Hər iki toplananın məchuldur. Bunu tapmaq bizim üçün mümkünsüzdür. Amma digər tərəfdən A-nı olduğu kimi aşağı salanda 1 yazmışıq. Deməli, A özü 1 imiş elə. Aparaq qoyaq yerinə. İndi B ilə A-nın cəmi 7-yə bərabərdir. B ilə 1-in cəmi 7-yə bərabərdir. B-ni tapmaq üçün nə etməliyik? Cəmlə, yəni 7-dən məlum toplananı, yəni 1-i çıxmalıyıq. B bərabər oldu 6-ya. A 1-dir, B 6. Aparaq qoyaq yerinə. 3 ilə 1-in cəmi 4. 6 da olduğu kimi aşağı düşür. Cavab oldu B variantında 64. 3 ilə A-nın cəmi eləyib 8. A-nı tapmaq üçün 8-dən 3-ü çıxırıq. A bərabərdir 5-ə. Aparaq yerinə qoyaq. 5 + 5. 5 ilə 5-i toplasaq eləyəcək 10. B variantı doğru cavabdır. 7 çıxılsın A bərabərdir 4-ə. Çıxılanı tapmaq üçün azalandan fərqi çıxacam. Yəni A bərabərdir 7 çıxılsın 4 eləyir 3. A-nı tapdıq 3. Aparaq yerinə qoyaq. Toplanan cəm. Məchul toplananı tapmaq üçün cəmlə, yəni 8-dən məlum toplananı, yəni 3-ü çıxacam. B neçəyə bərabər olur? 5-ə. A da məlumdur, B də məlumdur. İndi bizdən sonda nə istəyir? B çıxılsın 2. B də 5 idi. 5-dən 2-ni çıxanda neçə qalır? 3. A variantı doğru cavabdır. 5-in üstünə B gələndə 7 eləyib. B-ni tapmaq üçün 7-dən 5-i çıxmalıyam. B 2 oldu. A-nın üzərinə 3 gələndə 9 eləyib. A-nı tapmaq üçün 9-dan 3-ü çıxmalıyam. A 6-ya bərabər oldu. Həm A məlumdur, həm B. İndi A-dan B-ni çıxmalıyıq. Yəni 6-dan 2-ni çıxmalıyıq. Bərabərdir 4-ə. Cavabımız oldu C variantında.